Tabinlərdən bir gün böyük İslam alimi Muhammed ibn Vasi Həsən əl-Bəsri ilə görüşür. Allah hər ikisinə rəhmət etsin. Həsən əl-Bəsri ona deyir: "Ey Muhammed, mənə bir nəsihət et. Elə bir nəsihət et ki, qəlbimə təsir etsin." Muhammed ibn Vasi dedi: "Ey Həsən, əgər bilmək istəsən bil ki, dünyada olan hər şey fanidir. Dünya bir kölgə kimidir, qısa müddətə var, sonra yox olur. Əgər dünya səndən üz çevirsə, onun arxasınca qaçma, çünki o sənə aid deyil. Əgər dünya sənə üz tutsa, aldanma, çünki o sənə əbədi qalmayacaq." Sonra əlavə etdi: "Ən böyük itki qiyamət günü Allahın səni unutmasıdır. Çünki sən bu dünyada onu unutmuşdun. Allahı hər an zikr et və ona yönəl. Çünki yalnız o səni əbədi xatırlayacaq." Bu sözləri eşidən Həsən əl-Bəsri ağladı və dedi: "Ey Muhammed, Allah səni xeyir və bərəkətlə mükafatlandırsın. Sənin bu sözlərin mənim üçün dünya və içindəkilərindən daha qiymətlidir. Bu nəsihət bizə də ibrət olmalıdır. Dünya fani, axirət isə əbədidir. Allahı unudanlar axirətdə peşman olacaq. Amma onu zikr edənlər isə əbədi saadət tapacaq."